canlı yayım açmışdım və canlı yayım vaxtı çox sual verdiniz ki, bəs qızıl gülümlülərin göçələrin üstündə mənə nə var? Bir də sual verdiniz ki, bəs yarpaqlarının üzərində unlu şey var. Nə eləmək lazımdır? Başlayaq ilk öncə mənənədən. Baxın, belə bir dərman var, Bistar 58, bildiyiniz bir 58-dir. Deməli, mənənələrə qarşı bundan istifadə edə bilərsiniz. Əgər artıq tutulubsa, 10 qramını 10 litr suya və 5-6 gün intervalla 2 dəfə. Yox, profilaktika məqsədi ilə eləmək istəyirsinizsə, mənim kimi mən bayaqları eləmişəm, hardasa 5 qramını 10 litr suya. Bu oldu mənənəyə qarşı. Bəs unlu şəhə qarşı. Belə bir şey var, Star Kaptan 50%. Bu təkcə unlu şəhə qarşı deyil. Şəftəlilərin yarpağının vurulması, üzümlərdə sonra çürüməsi, armudun çürüməsi, bax onlar üçün də istifadə edə bilərsiniz.